Məktəbdə müəllimlərdir. Və ondan sonrasında bu torpaq 30 ildə artıq düşmən tapdağı altındaydı. Onun həsrəti ilə yaşayırdı. Ana bacılarımız didərcin, qaçqın düşmüşdülər, itkin düşmüşdülər. Tapılmayan bizim bacı qardaşlarımız var. Allah Teala elə evlatlar verdi ki bizə, heç bizim ağlımızdan gəlməyən bir şeyler oldu. O evlatlar böyüdülər. Bizim o 44 günlük vətən müharibəsində hətta atası şəhid olmuş, dayısı şəhid olmuş, əmisi şəhid olmuş bizim qardaşlarımız vardı. Onların evlatları bu 44 günlük müharibədə iştirak edədilər və torpaqları düşməndən azad edədilər. Bizim nəinki torpaqlarımız azad oldu. Bəli, orada 90'dan tanıdım bu günə qədər olan bizim bazı qardaşlarımızın ruhları şad oldu. Ki, yani biz sizin hem torpağınızı geri aldık, hem de sizin qisasınızı erməndən aldıq. Düzdür, biz nə qədər onlardan qisas alsa onlar bize elə bir faciə yaşattılar ki, dünyada misli olmayan Xocalı faciəsi. Xocalı faciəsi bilirsiniz ki, dünyada 3-cü yerdədir.